Qaraçıqırdan hamınızı salamlayıram. Bax, bazarın ot tutub yanan vaxtı bir dənə münasib qiymətə həyət evimi göstərəcəm. Təqdimatına gəlmişəm. 3 mərtəbədir. 3 mərtəbə evdir. 3.2 sotdadır. Elə eləyim, bax, ətraflı baxın. Həyəti bacası yanı var. Bisetkası, ağac əkməyə yeri. Bax, orada da var, orada da. Həyətində suyu. Jalüz qapıdır, pultla açılan. Həm balaca qapısı var, həm böyük qapısı. Kanalizasiyasıdır, yəni yağışda yağanda. Yəni hər şey nəzərdə tutulub evdə. Evin dörd bir tərəfinə fırlanmaq olur. Aşağı mərtəbəni də göstərəcəm. 2 mərtəbə yaşayışdır, 1 mərtəbə. Yəni istəyən olsa depo, ambar, nə kimi istəsə istifadə eləmək olar. Bax, düşürsən buradan. Evin böyrünə keçid, yəni böyrdən altına keçirsən. Aşağı hissəsidir. Yəni nə istəsən burada şərait yaratmaq olar da özün üçün. Qiyməti münasibdir. Evimizin qiyməti, yəni ətrafdakı evlərə baxanda arxa tərəfində də yerimiz var. Yəni izləyin səbirlə. Münasibdir. Bax, görürsünüz arxasında da bu belə bütöv bu evə aiddir. Sənədləri də paket qupçadır. Keçək evimizin için təqdimatını edeyim. Təmirli evdir. Bax, ışıqları zaten hamısı nəzərdə tutulub. Görürsünüz, bax, ışıqları yanır. Bisetkası. Keçək evimizə. Ya Allah, Allah xeyir versin, xeyirli olsun. Tam təmirli evdir. 2 mərtəbə. Yəni qardaş elə eləyib ki, çox adam görsən 3 mərtəbə tikir altında qaraj yeri. Yəni o qədər də şey olmur da, girirsən kuxna kimi bir şey qoyurlar, amma qardaş təmiz 2 mərtəbə tikibdir. Amma altında aşağı hissəndə göstərdim də, yəni gördünüz. Girəndə sol tərəfdə kuxnasıdır. Qəşəng geniş pəncərəsi öz həyətinə baxır. Açırsan qəşəng. Çox maraqlı evdir. Qiyməti də çox münasibdir. Ha, ətrafdakı evlərdən çox aşağı qiyməti. Yəni hal-hazırda bazarda həyət evinə yaxınlaşırsan, elə qiymətlər deyirlər ki, 400-450 min, 500 min. Yəni bunun qiyməti çox münasibdir. 350 min. Startov qiymət var, zaldır. Polumuz parket laminatdır. Bu da öz həyətinə baxır. Arxa tərəfini göstərdim də sizə yəni. Yaxşı evdir. Allah yəsinə qismət eləsin. Burada görək başqa nə var. 1-ci mərtəbədə kuxna, zal, bir dənə də belə yataq otağı. Valideyn otağı. Sonra sanzel, aksesuarlar quraşdırılmayıb. Yəni hər şey hazırdır. Kim istəyən olsa quraşdırıb da verə bilərik. İstəyən də olsa öz zövqünə uyğun quraşdıra bilər. İkinci mərtəbəyə qalxırıq. Aşağıda yataq otağı, kuxna, zal. İkinci mərtəbədə 1, 2, 3, 4 dənə yataq otağıdır. Bir də belə bir balkonu var. Balkon hissəsi. Çox gözəl dizaynla tikilibdir. İkinci otaqdır.
Otaqların ölçüsü də yəni yaxşıdır, pis deyil. Həm böyük ölçüdə, həm balaca ölçüdə nəzərdə tutulub. Uşaq otağı, böyük otağı. Bu böyük valideyn otağıdır. Yuxarı mərtəbədə. Bu da bir böyük. Yuxarı mərtəbədə 2 dənə böyük otaq nəzərdə tutulub. Yəni baxın. 2 dənə böyük otaq nəzərdə tutulub. 2 dənə də balaca otaq. Bu da yenə öz həyətinə bax. Öz həyətidir. Allah xeyir versin. Allah yəsinə qismət eləsin. Qiymətimiz 350 minə. Bu da ikinci mərtəbə. Burada da eyni qaydada aksesuarlar quraşdırılmıyor. Xeyirli olsun. 350 minə paket kupçadır. Kimə maraqlı olsa əlaqə saxlasın, gəlsin, baxsın inşallah. İstənilən vaxt göstərə bilərik.